Hər vaxtınız xeyir, hörmətli müəllimlər. Mən Dilarə Şıxəliyeva. Bu video vasitəsilə təfəkkürün növlərinin izah etməyə başlayacağam. Deməli, təfəkkür nə deməkdir? İlk öncə qeyd etmək istəyirəm ki, təfəkkür belə qeyd edək ki, yəni düşünməklə bağlı olan prosesdir. Yəni insan bir problemi etməyə başlayan zaman, yəni artıq onun təfəkkürü işə düşür. Yəni dolayısıyla yolla onun idrakı, zehni artıq fəaliyyət göstərməyə başlayır. Belə qeyd eləyək ki, yəni insanı idarə edən beyindir. Və beyində əgər təfəkkür olmazsa, insanda əqli qüsur olarsa, deməli insan öz təfəkkürünü işə sala bilmir və dolayısıyla yolla deyək ki, insan belə deyək ki, insanda təfəkkür yoxdur. Və bu halda təbii ki, yəni insan hərəkətlərində müəyyən nizamsızlıq müşahidə olunacaq və bu nizamsızlıq nəticə etibarilə onun haqqında yəni müəyyən diaqnozların qoyulmasına səbəb olacaq. Qeyd etmək istəyirəm ki, dəyərli müəllimlər, əgər insan belə deyək ki, adi bir sadə problem üzərində düşünməyə başlayırsa belə və bu zaman onun təfəkkürü işə düşməyə başlayır və insan düşünməyə başlayır. Təfəkkürün isə təbii ki, 3 növ vardır. Yəni 3 yəni növdə birləşdirilmişdir. Məntiqi təfəkkür, tənqidi təfəkkür və yaradıcı təfəkkür. Bu video və bu video ilə bağlı bir neçə videolarımız olacaq ki, onlar məntiqi təfəkkür barədədir. Dəyərli müəllimlər, məntiqi təfəkkür nə deməkdir? Məntiqi təfəkkür demək təfəkkürlərin digər hansı ki adını çəkdik, tənqidi və yaradıcı təfəkkürlərin də formalaşmasında belə deyək də, formalaşmasının təməlini təşkil edir. Yəni insanda birinci məntiqi təfəkkür formalaşmalıdır. Məntiqi təfəkkür bağlıdır, dəyərli müəllimlər, bağlıdır. Yəni bunu bir növ bax belə deyə bilərik, anlamaq. Məntiqi təfəkkür, baxın, birinci anlamaqla bağlıdır. Yəni, belə qeyd edək ki, əgər biz bir şeyi anlamasaq, daha sonraki, deyək ki, mərhələləri də öyrənmək çətin olacaq. Məsələn, deyək ki, riyaziyyat fənni üzrə tədris olunan dərsdə, əgər uşaq ilk növbədə rəqəmləri öyrənə bilmirsə, saymağı bilmirsə və addım-addım toplama, çıxma, vurma, bölmə əməlini bilmirsə, riyaziyyatda digər, belə deyək ki, belə deyək, əməlləri icra edə bilmirsə, heç bir riyazi prosedurların öhdəsindən gələ bilməyəcək. Yəni, ilkin olaraq məntiqi təfəkkürün əsasında, dəyərli müəllimlər, anlamaq durur. Əgər biz nəyisə anlayırıqsa, deməli, bu məntiqi təfəkkür. Deməli, məntiqi təfəkkürdən başlayır. Məsələn, məqsəd qoyuruq ki, qarşımıza, biz fonetik təhlil etməliyik. Fonetik təhlil üçün biz nə etməliyik? Təbii ki, birinci hərfləri öyrənməliyik, saitləri, samitləri öyrənməliyik, səslər məsələsidir. Daha sonra digər fonetik təhlilə qədər olan mövzuları ardıcıl öyrənməliyik və biz bu ardıcıllıqla necə gedirik fonetik təhlilə, yəni son məqsədimizə addım-addım gedirik və addım-addım gedib məqsədimizə nail oluruq. Yəni, bu məntiqi təfəkkür nə deməkdir? Hər şeyi ibtidasından öyrənmək, başa düşmək deməkdir. Ümumiyyətcə, məntiqi təfəkkür vasitəsilə, dəyərli müəllimlər, bütün problemlər ən asan və sadə yolla həll olunur. Baxın, nəyinsə biz səmərəli yolla həll ediriksə, yəni bizə xeyir verə biləcək dərəcədə, yəni məsələn, həll ediriksə, problemin öhdəsinə gəliriksə, bu tənqidi təfəkkürdür. Amma biz nəyisə belə qeyd eləyək ki, sadə, tez və sadə. Üzr istəyirəm, bunu qeyd edeyim. Tez və sadə. Sadə. Mənim qolum dəyir deyənə. Sadə yolla həll ediriksə, bax, bu məntiqi təfəkkürdür. Ümumiyyətlə, biz gündəlik həyatımızda bir sıra problemlərlə rastlaşırıq. Bu, iş həyatında da ola bilər, gündəlik məişətdə evimizdə də ola bilər, ailədə də ola bilər. Yəni, insan bəzən
belə deyək ki, problemlər qarşısında özünü itirə bilər. Təbii ki, burada artıq rasional düşünmə kənarlaşır insandan. Məntiqi təfəkkür qeyd eləyək ki, dəyərli müəllimlər, məntiqi təfəkkür formalaşmaqla insan artıq belə deyək ki, rasional düşünməyə başlayır. Rasional düşünmə nə deməkdir? Hisslərini bir kənara qoyur və nəticə etibarilə məntiqli düşünməyə başlayır. Problemin addım-addım, yəni belə sadə yolla, özü bildiyi yolla həll etməyə başlayır və illaki problem həll olunur. Ümumiyyətlə məntiqi təfəkkür hər kəsin belə deyək ki, sahib olacağı bir təfəkkürdür. Hər kəs bunun öhdəsindən gələ bilər. Amma bunu yəni təbii ki, məktəb yaşlarında uşaqlarda formalaşdırmaq lazımdır. Bu formalaşmaq daha çox praktiki tapşırıqlara əsaslanır. Biz həlli mümkün ola bilən praktiki tapşırıqlar verməliyik uşaqlara. Müəyyən tapmacalar verməliyik və nəticə etibarilə uşaqlarda düşünmə, yəni hansı ki, məsələn, tutalım deyək ki, uşaqlarda plastilindən deyək ki, nə isə bir heyvan düzəltməyi uşaqlar tapşırırlar və uşaq bir şey düzəltmək istəyirsə və düşünür. Mən nə edim? Nədən başlayım birinci? Birinci başını düzəldim, yoxsa bədənini düzəldim, yoxsa ayaqlarını hazırlayım, qoyum və burada uşaq düşünür və düşünərkən axır ki, hazırlayıb bir məhsul ortaya təqdim edəndə o artıq müəyyən bir ardıcıllıq yaradır və özünün hazırladığı məhsul haqqında. Deməli, məntiqi təfəkkür uşaqlarda daha çox məktəb yaşlarında və kiçik yaşlarında formalaşdırılır. Ta məktəbə hazırlıqda, eyni zamanda məktəbə qədər təhsil müəssisələrində, yəni bağçalarda belə bu formalaşdırılmalıdır. Və bu da təbii ki, daha çox praktiki tapşırıqlara əsaslanır. Praktiki tapşırıqlarda qeyd etdiyimiz kimi icra oluna bilən bu əsasən psixomotor bacarıqların inkişafına yönəlir. Deməli, biz dedik ki, məntiqi təfəkkürlü insan rasional düşünür. Rasional düşünən insan, məsələn, bir problem yarandığı anda ağlamır, belə deyək ki, ürək dərmanı atacaq qədər, yəni pis vəziyyətə düşmür. Rasional düşünən insan, yəni hisslərini bir kənara qoyur və hadisənin məntiqi həlli üçün, yəni çalışır. Belə qeyd edək ki, dəyərli müəllimlər, yəni biz dedik ki, məntiqi təfəkkür, yəni fonetik təhlilə qədər addım-addım ardıcıl, yəni mərhələli şəkildə, yəni heç nəyə tələsmədən hər bir şeyin bir mərhələsi, bir ardıcıllığı vardır ki, bu şəkildə həyata keçirilir. Ümumiyyətlə qeyd edək ki, məsələn, biz burada yəni ardıcıllıq qeyd edeyim, ardıcıllıq məsələsinə gəldikdə isə qeyd edeyim ki, məsəl üçün, biz bir nə isə itiririk. Gün ərzində ola bilər ki, nə isə harasa qoyuruq və onun dalınca başlayırıq axtarış aparmağa. Bu axtarış aparan zaman, məsələn, bəzən olur ki, insanlar arasında olur ki, əsəbləşirlər, başlayırlar, məsələn, əşyanın belə qarasınca danışmağa və s. Amma lakin insan, məsələn, mən bu əşyanı buradan götürmüşdüm, filan saatda götürmüşdüm, hara apardım və onun izi ilə bu şəkildə addım-addım düşünməklə nəticə etibarilə son nəticəyə çatır. Əgər insan, məsələn, daha çox hisslərinə qapılsa, əsəbləşsə, özündən çıxsa və nəticə etibarilə burada məntiqi düşünmədən söhbət gedə bilməz. Məntiqli düşünən insan nəticə olaraq, belə deyək ki, gözlədiyi nəticə nə isə itiribsə əşyanı, onu tapır. Nə isə problem üzərində düşünür, nə isə yadından çıxıb üzərində düşünür, tapır. Və qeyd eləyək ki, yəni biz dedik ki, məntiqi təfəkkür anlamaqdır. Anlamaqdırsa, əgər bir insan bir şeydə anlayırsa, deməli ondan nəticə də çıxara bilər. Və bu da təbii ki, məntiqi təfəkkürü ehtiva eləyir. Dəyərli müəllimlər, əgər biz şagirdlərdə deməli məntiqi təfəkkür formalaşdırmaq istəyiriksə, nə edirik? Təbii ki, bu məsələ çox ciddidir. Çünki biz cəmiyyət etibarı ilə uşaqlarda məntiqi təfəkkür formalaşdırsaq əgər, o insanlar daha ağıllı bir insan ola bilərlər. Qeyd eləyim. Yəni bunlar nələr vasitəsilə insanda öz əksini tapa bilər? Məsələn, hansı bacarıqlar? Öyrəndiklərinə aid nümunələr gətirməklə. Deməli, məsəl üçün müəllim dərs keçir uşağa
və başlayır götürür isimə aid nümunələr yazmağa. Sonra uşağın özünə tapşırır ki, sən get özün evdə bütün uşaqlara tapşırır ki, 10 dənə isimə aid nümunə gətirin və uşaq gedir özü fəaliyyət göstərir, özü axtarır, özü tapır. Lap 10 dənədən 5 dənə olsun, 6 dənə olsun, 7, 8, 9 şərt deyil hamısı düz olsa. Uşaq onu özü araşdırır, tapırsa, deməli burada məntiqi təfəkkürün əsası qoyulur. Mətnin ideyasını soruşmaq. Yəni mən ilk öncə uşağa izah edirəm ki, təbii ki, mətnin ideyası, yəni şairin, sənətkarın bizə demək istədiyidir. İstədiyi fikirlərdir də, belə qeyd eləyək. Və uşaq oxuduğu mətin, məsələ deyir ki, roman olsun, povest olsun, hekayə də ola bilər, sadə bir hekayə, ibrətamiz bir hekayə olsun, əfsanə olsun, rəvayət olsun, fərqi yoxdur. Sadə qısa bir hekayənin belə ideyasını müəyyən etməlidir. Oxuduğu mətnin ideyasını. Yəni əslində ona nə deyildi? Məsələn, götürək ki, 5-ci sinifdə Azərbaycan dil dərsinə qarşı-qarşı cırcırama mövzusunda deyək ki, sorğu-sual təşkil edəndə mətnin ideyasına bağlı uşaqlar sonda deyilir ki, məsələn, əməyə rəğbət ön plana çəkilmişdi, işləməyən dişləməz. Görürsüz, ideya bu şəkildə uyğunlaşdırıldı. Deməli, uşaqlar oxuyarkən ideyanı özləri müəyyən etməlidirlər. Şərt o deyil ki, biz burada uşaqlara böyük, geniş povestləri, romanları deyək. Çünki hazırda Azərbaycan Respublikasında ümumi təhsil müəssisələrində keçirilən hər bir fən uşaqların yaş və psixologiyasına uyğun olaraq qurulmuşdur. Əgər mən 5-ci sinifə dərs keçirəmsə, ideyanı soruşuramsa 5-ci sinif səviyyəsində, 6-cı sinifə dərs keçirəmsə, 6-cı sinif səviyyəsində cavab verəcəklər. Və illa ki, mən məqsədimə nail olacağam. Uşağa sual verdim və cavabını alacağam. Müqayisə və fərqləndirməyə əsaslanan tapşırıqlar. Məsələn, tutalım bölmə ərzində bir neçə tapşırıqlar keçirəm və həmin tapşırıqları uşaqlara deyirəm ki, müqayisə eləsinlər, fərqləndirsinlər. Bu əsərin digərinə fərqi nə idi? Bu mətnin digərinə fərqi nə idi? Və yaxud da filan qaydanın digərinə fərqi nə idi? Necə müqayisə etmək olar? Bax, bunlar təbii ki, uşaqlarda, yəni məntiqi təfəkkürü formalaşdırır. Şagirdə əgər öyrəndiklərini ümumiləşdirə bilirsə, qruplaşdıra bilirsə, təsnif edə bilirsə, təsnif etmək nə demək? Nə isə sıralamaq deməkdir də. Deyək ki, nitq hissələrini təsnif edin deyəndə biz ən əvvəldən əsas nitq hissələrini təsnif edin deyəndə biz isimlə başlayacağıq. Yəni çünki təməl odur. Yəni aşağıdan yuxarıya doğru sadalanır. Sonra burada strateji oyunlardır, damadır, şahmatdır. Hətta qeyd eləyək ki, domino oyunu var ki, yəni o da düşüncə tələb eləyir. Yəni istifadə oluna bilər. Sonra qeyd edək ki, şagirdlər debatlarda iştirakını təmin etmək. Çünki bilirik ki, debatlarda 2 qrup olur və 2 qruplar bir-birlərinə arqumentlər gətirirlər və bu arqumentlər, əks arqumentlər gətirirlər. Yəni gətirdikləri o fikirlər var ha. Bu debat ümumiyyətcə qeyd edək ki, həm məntiqi, həm də tənqidi təfəkkürü inkişaf elətdirir. Burada həm məntiqi, həm də tənqidi təfəkkür inkişaf edir. Yəni mövzuya münasibətləri, mövzunu oxumaları, anlamaları, ona aid beyinlərində sual formalaşdırmaqları bu məntiqi təfəkkürə aiddir, dəyərli müəllimlər. Nəyisə oxuyuram, anlayıram, onun haqqında araşdırma aparıram, amma araşdırma apararkən məlumatları ən səmərəlisini üzə çıxarma, tənqidi təfəkkür olduğu halda, məsələn, mövzu ilə bağlı suallar formalaşdırırsa şagird və bu halda olacaq təbii ki, tənqidi təfəkkür. Məsələn, intellektual oyunlar keçirilir. Məsələn, riyaziyyatda misal məsələlərin həlli, fizika fənnindən olsun, tutalım deyək ki, təhlillər olsun Azərbaycan dilindən, ədəbiyyatdan olsun deyək ki, şeirlər üzərində məsələn qaydaların tətbiqidir və s. Bunlar hər biri məntiqi təfəkkürün inkişafına kömək edən amillərdir. Dəyərli müəllimlər, qeyd eləyək ki, yenə də məntiqi təfəkkür digər təfəkkür növlərinin əsaslı ibtidasını təşkil edir və qeyd eləyək ki, bu təfəkkür növü hər şeyin tez və sadə yolla həllini ehtiva edir. Gündəlik həyatımızda tez-tez bu problemlərə rastlaşırıq və qeyd edeyim ki, belə deyim də, yəni biz ilk öncə hər hansı bir problemi həll edərkən onu anlamalıyıq. Bax, bu da məntiqi təfəkkürdür. Nə isə fərqli formada ifadə etmək, məsələn, oxuduqlarını fərqli formada çatdıra bilmək, bu özü də məntiqi təfəkkürdür. Təbii ki, mövzudan kənara çıxmamaq şərti ilə və s. və ilaxır demək,
Məsələn, nə isə təbii ki, oxuduğunu yox, eyni zamanda eşitdiklərini, gördüklərini də doğru düzgün şəkildə anlaya bilmək bu özü də yəni məntiqi demək təfəkkür deməli məntiqi təfəkkürə aiddir. Hə, nəyisə məsələn deyək ki, əvvəlinə baxıb sonunu özü davam elətdirirsə, proqnozlaşdırırsa, mətni özü bitirirsə, bu özü də məntiqi təfəkkürdür. Eee Məsələn, öyrəndiklərinə əsaslanır, fikrini faktlarla əsaslandırır. Məsələn, öyrəndiklərinə əsaslan, fikrini faktlarla əsaslan. Faktdan kənara çıxmır. Faktlarla fikrini əsaslandırırsa, bu artıq nə olacaq? Təbii ki də bu da belə deyək ki, demə məntiqi təfəkkür olacaq. Məntiqi təfəkkür eyni zamanda baxın, mürəkkəb cümləni sadələşdirmək özü də məntiqi təfəkkürdür. Yenə də qeyd etdiyim təhlillər özü də məntiqi təfəkkürdür. Çünki burada öyrənmə və öyrənməni tətbiq etmə var. Yəni bu uşaq ekstra, yəni məsələn, çünki cümlənin özündə bir qayda var. Qaydanın tətbiq olunması var. Bax, bu məntiqi təfəkkürdür. Amma qaydadan kənar uşaq orada hər hansı bir üzərində düşünüb, özündən nə isə əlavə etmir. Obyektiv yanaşma yoxdur. Yəni burada ancaq obyektiv yanaşma o ola bilər ki, qaydanın düzgün tətbiq olunması. Burada tənqidi təfəkkür bizim özümüzün subyektimizdir. Yaradıcı və tənqidi təfəkkür. Məntiqi təfəkkür isə biz oxuduqlarımız, gördüklərimiz əsasında fikir yürüdürük. Biz oxuduqlarımızı, gördüklərimizi, eşitdiklərimizi tətbiq edirik. Biz oxuduqlarımızı, gördüklərimizi, eşitdiyimiz problemləri həll edirik. Baxın, bunlar kənara çıxmırıq. Amma tənqidi və yaradıcı təfəkkürdə isə burada subyekt ön plandadır. Dəyərli müəllimlər, izlədiyiniz üçün təşəkkür edirəm. Əməyə sayğı olaraq videonu bəyənməyi, paylaşmağı, şərh etməyi unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm.